Yaşıl iqtisadiyyat konsepsiyasının, eləcə də ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin biznesdə tətbiqi bu sahədə dövlət və özəl sektorun birgə fəaliyyətini aktual edir. 2024-cü ilin Azərbaycanda Yaşıl Dünya naminə həmrəylik ili elan olunması və ölkəmizin COP29-a ev sahibliyi etməsi bu prinsiplərin əhəmiyyətini daha da artırır. Bu fikirlər yaşıl iqtisadiyyata keçiddə ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin əhəmiyyəti mövzusunda keçirilən konferansda səsləndirilib. Vurğulanıb ki, ətraf mühitə bağlı olan ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin tətbiqi bu istiqamətdə maraqlı tərəflərin aktiv fəaliyyətinə töhfə verə bilər. Görülən işlərin davamlı xarakter daşıması üçün təsdiq olunmuş strateji baxış sənədi çərçivəsində qarşıya kompleks tədbirlərin görülməsi hədəf olaraq qoyulur. Amma bugünkü tədbirdə bizim əsas məqsədimiz ondan ibarətdir ki, yaşıl iqtisadiyyatın formalaşmasında və transformasiyasında ESG prinsiplərinin rolu və bu istiqamətdə maraqlı tərəflərinin aktiv iştirakının çərçivəsini və istiqamətlərini müəyyən etməkdir. Ümumilikdə ESG prinsipinin tətbiqi, ətraf mühitinin qorunması, insan sağlamlığı, sosial inkişaf kimi vacib sivil elementləri əhatə etməklə yanaşı müxtəlif aspektlər baxımından da çox əhəmiyyətlidir. Belə ki, sözügedən meyarlara riayət edilməsi, müəssisələrin rəqabət qabiliyyətinin yüksəldilməsinə, ixrac potensialının yüksəldilməsinə, investisiyaların cəlb edilməsinə imkan yaradır.